Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə 4-cü sinif monitorinq imtahanına hazırlaşan şagirdlərə dəstək məqsədi ilə hazırladığımız qeyri-bədii mətn nümunəsini göstərəcəm. Bugünkü qeyri-bədii mətnimiz elmi mətindir. Süni intellektin inkişafı adlanır bu mətn. Zəhmət olmasa ilk növbədə videomuzu bəyənirik və ətrafımızda olan digər insanlarla paylaşırıq ki, digər insanlar da hansılar ki 4-cü sinif monitorinq imtahanına hazırlaşırlar. Onlar da bu videolardan faydalana bilsinlər. Dostlar, əlavə olaraq qeyd edim ki, sağ tərəfdə bir WhatsApp nömrəsi görürsüz. 055 239 2041. Həmin nömrəyə yazaraq bizim ödənişsiz formada monitorinq kanalımıza qoşula bilərsiniz. Orada dəstək məqsədi ilə bir çox videolar paylaşılır. Bu tipli izahları da birbaşa oradan görə bilərsiniz. Əlavə olaraq bizim ödənişli sınaqlarımız da var. 60 suallıq yeni qaydalar əsasında təşkil edilən sınaqlar. Həmin sınaqlar barədə də məlumat üçün eyni nömrə ilə əlaqə saxlaya bilərsiniz. Dəyərli dostlar, mən əvvəlcə sizə bugünkü mətnimizi göstərirəm. Bugünkü mətnimiz qeyd etdiyim kimi süni intellektin inkişafıdır. Mən bunu burada oxumayacağam. Siz özünüz videonu saxlayaraq detallı şəkildə oxuya bilərsiniz. 4 abzasdan ibarət bir mətndir. Onu qeyd edim ki, burada olan bəzi terminlər 4-cü sinif şagirdlərinə ağır görünə bilər, amma bu mətnin məqsədi terminlərdən ibarət deyil. Yəni terminləri anlamaq deyil, daha dəqiq səsləndirim. Sadəcə olaraq cümlələri başa düşüb ondan nəticə çıxarmaqdır. Müəyyən bir prosedurlar var, onları, əlaqələri qurmağı bacarmalıdırlar. Amma tövsiyə edirəm ki, burada olan terminləri şagirdlər internet üzərindən əgər hansılar ki bilmirlər, mütləq surətdə detallı şəkildə araşdırsınlar. Çünki bunlar ümumiyyətlə süni intellektlə bağlı olan məlumatlar onların həyatının artıq ayrılmaz bir hissəsi olacaq gələcək dövrdə. Dostlar, mətni detallı şəkildə oxudunuzsa, biz artıq suallarımıza qayıda bilərik. Say olaraq 13 nömrəli sualdan başlayacağıq. Yəni 9 sualı əhatə edir mətnimiz. Sadəcə imtahan ardıcıllığına uyğun olaraq bu mətn 13-cü sualdan başlayır. Deməli, 13-cü sual belədir. Mətnin məzmununa əsasən hansı fikri söyləmək olar? A variantı: süni intellekt yalnız oyun proqramlarında istifadə olunur. Yanlışdır dostlar. B variantı: süni intellekt insanlara yardım etməklə yanaşı risklər də yarada bilər. Doğrudur. Bu barədə qeyd olunur. Mətndə 4-cü abzasda var. Altını xəttləyirəm. Alimlər qeyd edirlər ki, bu gələcəkdə risklər də yarada biləcək. Zaten indiki dövrdə də risklər yaradır. C variantı: süni intellekt insan zehnindən daha güclüdür. Yanlışdır. D variantı: süni intellektin inkişafı yalnız 20-ci əsrlə məhdudlaşır. Xeyr, indiki dövrdə də 21-ci əsrdə də davam edir bu proses. Sual 14. Mətnə əsasən süni intellektin ilk dövrləri haqqında yanlış fikri seçin. İlk dövrlər və yanlış fikir. Sadə riyazi modellərə əsaslanırdı. Doğru. Məhdud imkanlı proqramlardan ibarət idi. Doğru. Həmin dövrdə neyron şəbəkələr inkişaf etmişdi. Yanlış. D variantı: məntiqi qaydalardan istifadə olunurdu. Bu da doğru. Dostlar, diqqət yetiririk. Süni intellekt anlayışı ilk dəfə 20-ci əsrin ortalarında elm adamlarının diqqətini cəlb etdi. 1956-cı ildə keçirilən Dartmouth konfransı bu sahənin başlanğıcı hesab olunur. Əvvəlcə süni intellekt daha çox sadə riyazi modellər, məntiqi qaydalar və məhdud imkanlı proqramlarla bağlı idi. Görürsünüz, yəni üçü də burada var. Məhdud imkanlı proqram, sadə riyazi model, məntiqi qaydalar. Amma neyron şəbəkələr zamanla, yəni ilk dövr deyil, növbəti mərhələlərdə inkişaf etməyə başlayır. Ona görə ilk dövrünə aid olan faktlar sırasına verilə bilməz. 15-ci sual. Süni intellektin müasir tətbiqləri ilə bağlı hansı fikir yanlışdır? Tibbi diaqnozların qoyulmasına kömək edir. Doğrudur. Yaradıcı işlərdə iştirak edə bilir. Doğrudur. Şəxsi məlumatların qorunması ilə bağlı suallar yaradır. Bəli, bu problemdir. D variantı ancaq təhsil və tibbi sahədə tətbiq olunur. Bu yanlışdır dostlar. Yəni D variantı olacaq. Niyə belə olur? Ən azı burada qeyd olunur ki, təhsil, tibb, nəqliyyat və digər sahələrdə. Yəni yalnız təhsillə tibbdə deyil, başqa sahələrdə də indiki dövrdə ümumiyyətlə hər sahədə tətbiq olunur. 16-cı sual. Hansı bənddə səbəb-nəticə əlaqəsi pozulub? A variantı: IBM-in Deep Blue proqramı Kasparovu məğlub etdi. Nəticə nədir? Süni intellekt mürəkkəb qərarlar verə bildiyini sübut etdi. Bəli, yəni ən güclü şahmatçını məğlub edir. Demək ki, özü mürəkkəb qərarlar verə bilir şahmat gedişində. A variantı doğrudur. B variantı: maşın öyrənməsi inkişaf etdi. Yəni bu mətndə qeyd olunur. Böyük məlumat bazalarının analizi mümkün oldu. Bəli. C variantı: səsli köməkçilər yaradıldı. İnsanlarla gündəlik ünsiyyət daha rahat oldu. Bu da doğrudur.
D variantı süni intellektin ilk illərində riyazi modellərdən istifadə olunurdu. Tibbi diaqnozlar qoymağa başladıq. Xeyr, tibbi diaqnozların qoyulması son dövrə aiddir. İlk illərə aid ola bilməz dostlar. Yəni bu yanlışdır. Düzgün cavab deməli D variantına uyğun gələcək. Sual 17. Süni intellektin inkişafı nəticəsində hansı hadisələr baş verdi? Şahmat üzrə dünya çempionu süni intellekti uduzdu. Var. Onu götürə bilərəm. Əvvəlcə yalnız oyun proqramlarında tətbiq olundu. Xeyr, bu barədə dostlar qeyd olunur. Yəni yalnız oyun proqramlarında deyil. Bunu götürək, qeyd etmişdim. Fikir verin, süni intellekt əsasən səs tanıma, tərcümə və oyun proqramlarında istifadə olunurdu. Yəni yalnız oyun proqramında istifadə olunur deyə bilmərik. Səsli köməkçilər və üz tanıma sistemləri yayıldı. Bu doğrudur. Yəni süni intellekt növbəti vaxtlarda üz tanıma sistemində yəni tətbiq edir ki, bunda biz doğru bənd kimi götürə bilərik. Sonra müharibədə, daha doğrusu müharibələrdə əsgərlər əvəzinə robotlar döyüşdü. Xeyr, bu barədə məlumat yoxdur. Deməli, nələr baş verdi? Birinci və üçüncü bəndləri götürə biləcəm. Düzgün cavabımız B variantına uyğun gələcək dostlar. Sonra 18-ci sual. Mətnin məzmununa əsasən yanlış fikir hansıdır? A variantı. Süni intellekt bəşəriyyət üçün təhlükə yarada bilər. Doğrudur, bu təhlükə var. B variantı süni intellekt əvvəllər mürəkkəb riyazi modellərlə bağlı idi. Bu yanlışdır dostlar. Bir qədər çaşdırıcı sualdır. İndi izah edəcəm. C variantı süni intellekt iqtisadi dəyişikliklərə təsir edir. Düzdür, süni intellekt gələcəkdə müxtəlif sahələrdə insanlara yardımçı ola bilər. Bu da doğrudur. Məsələn, müəllimlərin köməkçisi ola bilər və s. Zaten bu gün də artıq olur. Dostlar, düzgün cavab C variantı olacaq. Üzr istəyirəm, B variantı olacaq. Niyə? Burada mürəkkəb riyazi modellərlə bağlı idi süni intellekt əvvəllər. Xeyr, süni intellekt əvvəlcə sadə riyazi modellərlə bağlı olub. Yəni o mürəkkəb qərarlar verə bilmirdi. Mürəkkəb riyazi modelləri tətbiq edə bilmirdi. Bax, burada sadə mürəkkəb sözü çaşdırıcı məqamdır. Deməli, süni intellekt əvvəllər sadə, əslində burada sadə olmalı idi, sadə riyazi modellərlə bağlı idi. Sual 19. Süni intellekt niyə etik müzakirələrə səbəb oldu? Dostlar, bunu birbaşa göstərirəm. 3-cü abzasda qeyd olunur. Deməli, bununla yanaşı etik problemlər və şəxsi məlumatların qorunması məsələləri də süni intellektin qarşısına duran çətinliklərdən oldu. Yəni, süni intellektin ən böyük problemlərindən biri şəxsi məlumatların qorunmasıdır. Yəni, biz müxtəlif sosial şəbəkələrdən istifadə edirik və yaxud bizim digər, məsələn, deyək ki, bank məlumatlarımız var. Bunların qorunması süni intellekt tərəfindən nə dərəcədə etibarlı olacaq, onu bilmirik gələcəkdə. Yəni, bu insanlar üçün böyük bir problem yarada bilər. Ona görə də etik müzakirələrə səbəb olan məsələdir bu. Deməli, düzgün cavabımız nə olacaq? Çünki şəxsi məlumatların qorunması kimi çətinlik yaradır. 20-ci suala baxırıq. 3-cü abzası hansı yarım başlıqla adlandırmaq olar? 3-cü abzası ekranda göstərirəm. Oxuyaq birlikdə. 21-ci əsrdə isə süni intellekt daha geniş imkanlar qazandı. Maşın öyrənməsi algoritmləri böyük məlumat bazalarını analiz etməyə, tibbi diaqnozlar qoymağa və hətta yaradıcılıq tələb edən işlərdə iştirak etməyə başladı. Səsli köməkçilər, avtomatik tərcümə xidmətləri və üz tanıma sistemləri artıq gündəlik həyatımızın bir hissəsinə çevrildi. Bununla yanaşı, bayaqki məsələ, etik problemlər və şəxsi məlumatların qorunması məsələləri süni intellektin qarşısına duran əsas çətinliklərdən oldu. Dostlar, deməli, burada həm tətbiqlərdən danışılır, məsələn, tibbi diaqnoz qoymaq, həm də çətinliklərdən, hansı ki, şəxsi məlumatların qorunması problemi var. Yəni, variantlar üzrə seçə bilərsiniz. İlk illərin çətinlikləri, xeyr, o birinci abzasdır. Dartmouth konferansda birinci abzasdır. Süni intellektin sonu belə bir şey yoxdur. Yəni, B variantı ən uyğunudur. Və nəhayət dostlar 21-ci suala baxırıq. Mətni diqqətli oxumusunuzsa, bu hissənin sadəcə sözləri düzgün formada yerinə yazmaq lazımdır. Süni intellektin inkişafı əvvəlcə deməli, riyazi modellər və məntiqi qaydalar üzərində qurulmuşdu. Bu variantlar gedir. Sonra 1990-cı illərdə isə oyun proqramları, bəli, riyazi modellərdən sonra oyun, sonra sahəsində uğurlar qazandı. 21-ci əsrdə maşın öyrənməsi və böyük məlumat bazalarının analizi ilə tibbi və gündəlik həyatda tətbiqlər genişləndi. Bu gün isə əsas müzakirə mövzusu etik problemlər və şəxsi məlumatların qorunmasıdır. Bəli, C variantı düzgün cavab olacaq. Dostlar, bu tipli mətnlər işləmək istəyirsə çox sayda həm bədii, həm elmi mətnlər bizim monitoring test toplarını əldə edə bilərsiniz. Həm birinci, həm ikinci isə artıq Azərbaycanda yüzlərlə
məktəb bu test toplusundan 10 mindən çox şagird bu test toplusundan faydalanır. Elə siz də vaxt itirmədən bu test toplusundan faydalanaraq imtahanlara daha effektiv formada hazırlaşa bilərsiniz. Sinif olaraq götürsəniz əlavə endirimlərdən də yararlana bilirsiniz. Plus aylıq sınaqlarımızdan pulsuz istifadə edə bilirsiniz. Göndərilmə xidmətimiz pulsuzdur və kitabın ən əsas özəlliyi digər kitablarda olmayan bir xüsusiyyət var ki, bütün sualların şəxsən özüm izahını çəkmişəm. QR kodlarla kitabın arxasına yerləşdirmişik. Yəni şagird hansı sualda çətinlik çəkdi, birbaşa QR kodu oxudaraq anındaca həmin sualların izahına baxa bilir. Bu da kitabımızın əsas özəlliklərindən, üstünlüklərindən biridir. Belə dəyərli dostlar, videomuzu bəyənməyi və paylaşmağı unutmursunuz. İnşallah imtahan gününə qədər biz də bacardığımız qədər 4-cü sinif şagirdlərinə yaxından dəstək olmağa çalışacağıq. Sağ olun, bir sonraki izahlarda görüşərik. Hələlik.